Sübh namazından sonra sübh vaxtı qalxdın, 10 dəfə İxlas surəsini oxu. Qul huvallahu oxu. Deyir, o gün nə olacaq? O gün Allah Taala sənə yar olacaq, günahlardan uzaqlaşacaqsan və şeytan sənə qarşı məyus olacaq. Baxacaq, deyəcək, bugün bunu aldada bilmədim. Hədisdir. İxlas surəsini oxuyun. İxlasda nə qədər bərəkət var, mən bilmirəm. Səd ibn Məaz var idi, səhabələrdən biri idi, dünyasını dəyişdi. Dünyasını dəyişəndə Peyğəmbər gəldi, dəfn elədi bunu. Peyğəmbər namazını qıldı və dəfn elədi. Peyğəmbər namazını qılıb, dəfn elədi. Peyğəmbər özü deyir ki, gördüm ki, 90 min mələk və Həzrət Cəbrail də nazil olub bunun iştirak edir namazında. Deyir, Həzrət Cəbrailə dedim ki, niyə bunun namazında iştirak edirsən? Həzrət Cəbrail mənə cavab verdi ki, biz 90 min mələk gəlməyimizin səbəbi budur ki, bu şəxsin bir dənə xüsusiyyəti var idi. Oturanda da, yol girəndə də, uzananda da, elə hey yadına düşəndə İxlas surəsini deyərdi.